Azərbaycanın Xarici İşlər Naziri İranda təhlükəsiz vəziyyətin gərginləşdiyini nəzərə alaraq vətəndaşları İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan vətəndaşlara isə yerləşdikləri bölgədən asılı olaraq İran, Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb. Bununla bağlı Xarici İşlər Naziri X hesabında paylaşım edib. Paylaşımda qeyd olunub: vətəndaşlardan təhlükəsizlik tədbirlərinə riayət etmələrini, kütləvi toplaşma yerlərindən uzaq durmalarını, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur. Hər hansı bir fövqəladə vəziyyətlə bağlı vətəndaşlarımızın Azərbaycan İrandakı səfirliyi və Təbriz şəhərindəki baş konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur. Azərbaycanın İrandakı səfirliyi tehran@mission.mva.gov.az +98 905 523 0107 +98 901 884 55 31 Azərbaycanın Təbriz şəhərindəki baş konsulluğu tabriz@mission.mva.gov.az +98 901 414 31 57 +98 935 317 2101 Xatırladaq ki, bugün İsrail dövləti ölkəyə qarşı təhdidlər aradan qaldırmaq üçün İrana qabaqlayıcı zərbə indirib. İsrailin bütün ərazisində dərhal fövqəladə vəziyyət elan edilib. İsrail və İran hava məkanını bağlayıb. Məlumatlarda qeyd olunub ki, Amerika Birləşmiş Ştatları İsrailin İrana indirdiyi zərbələrdə iştirak edir.